Bismillahirrahmanirrahim. Rahman ve Rahim olan Allah'ın adıyla. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Salamlayıram sizi əziz dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri Həzrəti xanım Məsumə Salamullah əleyhanın şəhadət günüdür və bu münasibətlə bütün şiyələrə, qəlbi əhl-i beytlə döyünən, məhəbbəti ilə döyünən bütün dostlarımıza, füqahalara, alimlərə, seyyidlərə və başda İmam Zaman Əcəllahu fərəc olmaqla başsağlığı ərz edirəm, təsliyyət ərz edirəm. Və Allah Teala bizləri dünya və axirətdə Quran və Əhl-i Beyt yolundan ayrı salmasın. Və istəyərdim ki, xanım Məsumə Salamullah əleyha haqqında bir neçə qısa məlumat verəm. Xanım Məsumə Salamullah əleyha Hicrətin 173-cü ilində Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açmışdı. Həzrətin atası İmam Musa Kazım əleyhissalam, anası isə Nəcmə xatundur. Nəcmə xatun öz dövrünün imanlı, təqvalı və mərifətli xanımlarından biri olmuşdu və həmçinin də Nəcmə xatun İmam Rıza əleyhissalamın da anası sayılır. Həzrəti Məsumənin əsl adı Fatimədir. İmam Musa Kazım əleyhissalamın övladları çox olduğuna görə bu xanıma Fatimə-tu Kubra deyərdilər, yəni Böyük Fatimə. Məsumə ləqəbini isə xanıma İmam Rıza əleyhissalam hədislərə əsasən o ləqəbi vermişdi. Xanım Məsumə bilirsiniz ki, öz qardaşına məhəbbəti çox idi və öz qardaşını görmək üçün Mədinədən Mərvə tərəf istiqamətinə gəlmişdi və Hicrətin hardasa 200-cü ilində, belə deyək, Mədinə şəhər 201-ci ilində Mədinədən Mərvə tərəf gəlmişdi və Qum şəhərində 17 gün qaldıqdan sonra oradaca vəfat etmişdi, dünyasını dəyişmişdi. Və xanımın qəbri indi hal-hazırda Qum şəhərində, İranın Qum şəhərində yerləşir və xanımın Nazənin ömrü 28 il olmuşdu. Bundan da əlavə Həzrəti Məsumə Salamullah əleyhanın həyatı haqqında çox danışmaq olar, amma mən qısa məlumat kimi sizə bunu təqdim edirəm. Xanım Məsumə dediyimiz kimi Hicrətin 201-ci ilində Rəbiüs-Sani ayının 10-unda, yəni bu günləri dünyadan köçmüşdü və qardaşını görmək qismət olmamışdı. Xanım haqqında 5 imamdan hədis nəql olunmuşdu. İmam Baqir əleyhissalam, İmam Sadiq, İmam Musa Kazım, İmam Rıza və İmam Cavad əleyhissalamlardan xanım Məsumə haqqında hədislər nəql olunmuşdu. Və mən bir də hədisi deyəcəm. O hədis İmam Rıza əleyhissalamdan nəql olunur ki, İmam Rıza əleyhissalam buyurur ki, Mən zara qəbruha Fatimə vəcəbət ləhul cənnə. İmam Rıza əleyhissalam buyurur ki, kim mənim bacım, xanım Məsuməni, Fatiməni ziyarət eləsə, cənnət ona vacib olar. Əssəlamu aleykə ya bintə Rasulallah. Əssəlamu aleykə ya bintə Əli ibn Əbi Talib əleyhissalam. Həmçində xanım Məsumənin ziyarətnaməsində vardı. Bu ziyarətnamələri biz oxuyuruq. Əssəlamu aleykə ya bintə Rasulillah. Əssəlamu aleykə ya bintə Xədicətə və Fatimətə. Əssəlamu aleykə ya bintə Əmirəl-Müminin. Əssəlamu aleykə ya bintə Həsənəl və Hüseyin. Əssəlamu aleykə ya Vəliyyəllah. İmam Musa Kazım əleyhissalama işarə olunur. Allah bizi bu yolda sabit qədəm eləsin inşallah.